Sabirabad rayonu ərazisində zəncirvari ağır yol nəqliyyat hadisəsi baş verib. Nəticədə bir nəfər həyatını itirib, 7 nəfər isə xəsarət alıb. Hadisə Sabirabad rayonunun Qaragüney kəndində baş verib. Mercedes Vito markalı mikroavtobus, Vaz 2109, Opel və Gazel markalı avtomobillər toqquşub. Qəza zamanı Vaz 2109-un sürücüsü Sabirabad rayonunun Qaragüney kənd sakini 1978-ci il təvəllüdlü Qurbanov İbrahim Səxavətoğlu hadisə yerində həyatını itirib. Xəsarət alan digər sərnişinlər 1996-cı il təvəllüdlü Camal Camalzadə, 1990-cı il təvəllüdlü Xalidə Əhmədova, 1960-cı il təvəllüdlü Zərbuta Abbasova, 2000-ci il təvəllüdlü Bəxtiyar Ələsgərov, 1970-ci il təvəllüdlü Arifə Allahverdiyeva, 1975-ci il təvəllüdlü Emin Xudiyev və 1964-cü il təvəllüdlü Mürvət Turabov Şirvan şəhər mərkəzi xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.